Değerli izleyiciler, bir daha selamlar ve saygılar. Her vaxtınız xeyirli olsun. Bugün bu üçüncü videomdur ki, sizinle video vasitəsilə danışmağa çalışıram. Bilirsiniz ki, İran rejimi qanlı bir faciəyə əl atdı və bir çox insanı qətlam etdi. Hələ bu sahada kimin sayıları bəlli deyil. Kim olduqları da kimsənin xəbəri yoxdur. İnterneti dünya üzərinə bağlamışdır. O qəbqaranlıq bir məmləkətdə bu yırtıcı rejim nə etmişdir, nə etməmişdir kimsəyə açıq aydın deyil. Ancaq açıq aydın olan bəzi məsələlər var ki, bugün bir xəbərdə yazmışdım haqda, Anadolu türkçəsində, yəni İstanbul türkçəsində onu yorumlamağa, yəni onu qısa bir analiz yapmağa çalışıram. Xəbərdə Cumhuri İslamının xəbərgüzarısında və internetin olmadığı zamanda bir xəbər paylaşıldı. Bir teröristi şəbəkə Təbrizdə açığa çıxıbdı. Yəni Cumhuri İslami o teröristi şəbəkəni tutuqlayıbdı və onlardan bollu miqdarda silah-sursat ələ keçiribdi. Bunu dövlət televizyonda da yaydılar. Sonra hər kəsə qadağa olmuş, interneti kəsilmiş olsa da öz medialarından, dövləti medialarından, kanallarından bunu paylaşmağa çalışdılar. Bu paylaşımda nəyə işarə olurdu və bunun detayları nədən ibarətdir? Mən tez-tez qısa şəkildə bunları sizə anlatmağa çalışacağım. O videoda Cumhuri İslami böyük bir odada və Təbrizi orada konum olaraq göstərərək o silahları işığa çıxartmağa, onların videosunu çəkməyə başlayır. O silahlara amma diqqət yetirirsəniz, hamısının mənşəyi, yəni düzəldişi Türkiyədə olmuşdur. Yəni Türkiyə mənşəli bir silahlardılar. Bu nə deməkdir? Burada bir soru ortaya çıxır. Türkiyədən, yəni orada silahlı bir örgüt kimin bəzi adamına silah mı göndərilib? Yox. Bunu hamımız bilirik. Əslən silah, sursat, qaçaqçılığın hamısı Türkiyə sınırından, İranın hamısı Sipah Pasdaranın əlindədir. Onun yanı sırada bu silah qaçaqçılığının çoxunluğu Kürt terror örgütləri ilə yapılır, aparırlar. Bunu da hamımız bilirik. Gizlətməyə bir gərək yoxdur. Peki burada bu silah sursatı orada nümayiş etmək nə amancı ilə ortaya çıxıbdır? Bunu daha öncədən Cumhuri İslamı bu silahları ələ keçiribdir. Və görəcəksiniz, bir türlü də bu məsələni Azərbaycanın da üzərinə yıxacaqdır. Yəni, sanki Türkiyə, Güney Azərbaycan türklərini silahlandırmaya qarşı örgütləşdirməyə çalışır. Bunların hamısı yalandır, iftiradır. Çünki Güney Azərbaycan Milli Hərəkatı birbaşa bir demokratik hərəkətdir. Heç bir silah əlinə almayıb, heç bir silahlı eyləm yapmayıbdır, yapmayacaqdır da hələ. Bu bir nöqtə. O başqa millətlərə baxsaq, bundan silahlı örgütləri də var. İkinci məsələ. Bunu daha öncədən bu silahları özləri alıblar, yığıblar, videosunu hazırlayıblar, böyük niyə görüntünü ortaya qoyurlar? Görüntünü ortaya qoyurlar ki, içəridəki tutuqlananları silahlı örgütlərə, ya bu silahları daşımaq, nə bilim, Türkiyə ilə ilişkidə olmaq suçuyla ağır məhkəmələrlə, nə bilim, edam cəzalarına, yoxsa ağır, uzun müddətli həbslərə məruz bıraxsınlar. Yəni, Güney Azərbaycan Milli Hərəkətini, insanlarını, tühləri orada baskıcı bir sistem ilə əzib yox eləməyə çalışacaqlar. Bu bir. İkinci məsələ və önəmli məsələ Türkiyəyə bir mesaj vermək çalışırlar. Əl-ayağını yığ otur. Bizim məsələn iç məsələmizə qarışma demirlər. Deyirlər ki, Güney Azərbaycan məsələsində səssiz qal. Görmə, eşitmə. Onları hətta mənəvi cəhətdən də belə dəstəkləmə mesajı verir. Çünki onlar qorxurlar. Hərçənd hamımız bilirik ki, Türkiyə ya Azərbaycan Cumhuriyyəti Güney Azərbaycanlılar üçün bir addım atmayıbdır, atmayacaq da dövlət olaraq. Ola bilər millət olaraq işlərində Güney Azərbaycanı dəstəkləyənlər var. Dövlət ağlı ilə bu cür bir dəstəkləmək heç görünməyibdir, görünməməsi də lazımdır.
O səbəbdən amma bu İran rejimi çalışır ki, Türkiyəyə də mesaj versin və orada bizi qətlam edilsə, başımıza min bəla gətirsə də bunların səsi çıxmasın. Bu qara yaxmanı İran görür. Və mən təxminim budur ki, gələcək günlərdə bu tür videolar, bu tür yalan yoz özləri ortaya qoyduğu senaryolarla Azərbaycana da mesaj verməyə çalışacaqlar. Amma bu mesajların arxasında sonra nə edəcəklər? Ən ağır baskıcı hükümlər Güney Azərbaycan türklərinin üzərində olacaqdır. Onun üçün buradan xəbərdarlıq vermək lazımdır ki, bu oyunlar bizi, bu indi gələn ayaqlanmalar biraz demək olar önə alınıbdır. Bu baskıcı rejim hər kəsi bu dəhşət yaradıbdır. Dünyaya qapıların bağlayıbdır. Ancaq bu gedişatdan sonra özlərinə bəlgə sənəd hazırlasınlar və ittiham etsinlər deyə bu silah-sursat nümayişini ortaya qoyublar. Bunları hamımız bilirik ki, özləri alıblar və daha öncələrdən almışlar. Bu planı bu günə kimin hazırlıq tutmuşlar. Bəlkə bu videonu da illər öncə çəkiblər. Çünki Güney Azərbaycanından uzaqlaşdırmaq istədiyi Türkiyəni, Azərbaycanı illaki senaryolar yazmış, hazırlıqda bulunmuşlar. Bunu qəbul edək ki, İran rejimi nə qədər qəddar və qatil bir rejimdir. Onun yanı sırada bu cür oyunbazlıqlarda gerçəkdən də çalışmış bir rejimdir. Başarır və ön planlarını da indidən yox, illər öncədən yapıbdır, hazırlayıbdır, indi də ortaya qoyur. Amma biz bunları aldatmamamız lazımdır. Aslında biz Güney Azərbaycan türklərinin səsi gərək Türkiyədə daha çox yansıtılsın. Azərbaycan Cumhuriyyətinin daha da yanqılansın. Yoxsa bizi orada qətlam edən bir rejimlə Güney Azərbaycan türkləri tək başına qalacaqdır. Onun üçün mən buradan vicdanlı insanlara səslənirəm. Özünü türk bilən və türk bilinci ilə hərəkət edən adamlara səslənirəm, insanlara səslənirəm. Dildaşlarıma, soydaşlarıma səslənirəm. Güney Azərbaycan türklərini bu yırtıcı rejimlə baş-başa buraxmayın və yalan, sulan sözlərlə aldanmayın. Bu rejimin heç müsəlmanlıqla əlaqəsi yoxdur. Onu hər kəs şahiddir. Hər Güney Azərbaycanlı bilir. Hətta İranda yaşayan hər kəs bilir ki, bunlar müsəlmançılıq bir dərdləri yoxdur. Müsəlmançılıq adıyla, başqa ünvanlar adıyla, emperyalizmlə savaşmaq adıyla, bahanasıyla, oyunbazlığıyla İran rejimi dəstəkləmək gələcək günlərdə bu üzüqərarlıq olacaqdır. İndidən deməyin, demədilər. Mənim vəzifəm bir araşdırmacı qəzetçi olaraq budur. Gerçəklər bundan ibarətdir. Bir qətlam edən ırqçı, farsçı bir rejim var. Və bu rejimin təməli də Türk düşmanlığı, Ərəb düşmanlığı üzərində qurulubdur. Bu rejim var olduğu qədər və hətta qılığı dəyişsə belə heç bu düşmanlıq bitməyəcəkdir. Çünki deyirəm, bunların əsası bu düşmanlıq üzərində qurulubdur. Bir evdir ki, onun xımı Türk və Ərəb düşmanlığı üzərindədir. İndi bu xımı aradan götürsən, o ev töküləcəkdir. Bu gerçəyi anlamayanlar, anlamaq istəməyənlər maalesef içimizdə çoxdur. Onun üçün vicdanlı insanlara səslənirəm. Məsələləri doğru, düzgün qaynaqlardan, insanlardan eşidib analiz edin. Ondan sonra da tutumunuzu, yorumunuzu, fikrinizi doğru paylaşmaqdan heç çəkinməyin. Bugün də bu qədər. Bir xəbər, bir analiz. Bitdi. Ancaq bizi paylaşmaqla yardım edirsiniz. Tənqid etməklə daha güclü hala gətirirsiniz. Sonra suallarınızı da bizə göndərməklə bizi daha da umutlu edirsiniz. Bizi dərkən, yəni mənim kimi mediada, gazetecilikdə, araşdırmada çalışan insanları fərq etməz. Hər Güney Azərbaycanlıya dəstək verirsiniz. Demək ki, Güney Azərbaycana dəstək verirsiniz.
Bu gün də bu qədər. Sağ qalın, salamat yaşayın.